Mən uşaq olarkən çox inanmışdım sevgi, xeyransa nağıllar. İnanmışdım ki, bütün dünya bununla kifayətlənir. Sən demə bunların hamısı nağıl olaraq nağıllarda da qalır. Yaşlandıqca anladım ki, yaşamaq çətin. Əksər adamlar zalımdır. Anladım ki, sevgini nağıllardakı kimi qoruyub saxlamaq asan deyil. Əsl həyat müharibədir. Bəzən hətta həyatın sərt zərbələri insanları həyatdan qoparır. Anladım ki, tənhalıq qəfəs deyil, bu gerçəkdir. Nə qədər uzaq düşsən, bir o qədər güvənlidir. Aşkar olduqca bu həyatın nə qədər mənasız olduğunu anlayırsan, şahidi olursan. Qırıq xəyallar, yarımçıq qalmış işlər, puç olmuş arzular kimi pərişanlıqlarla. Müxtəsər. Madəm ki, əlac qılmır azan kəlamlar, nə çarədir carçılar, nə çarədir carçılar.